Bundan başqa nəyi müəyyənləşdirməliyik? Niyə Haylar, ermənilər Həbəş əlifbasında yazır? Çünki monofizit kilsəni təmsil edənlər, yəni Efiopiya Həbəşlər, Suryanilər, Haylar, ermənilər Həbəş əlifbasında yazırdı. Bu monofizit kilsənin əlifbasıdır. Həmin kilsəni təmsil etməyənlər, məsəl üçün katolik kilsəni təmsil edənlər Latin əlifbası ilə yazır, digərləri isə Yunan əlifbası ilə yazırdı. Və elə bu səbəbdən də demək, Hay ermənilər Həbəş əlifbası ilə yazmışdı. Mən artıq Haylardan danışdım, Urumlardan danışdım, Urma sözünün geniş coğrafiya yayılmasından danışdım. Urumçu, Urmiya gölü, qərbdə Roma, mərkəzdə günümüz Azərbaycan və qərbi Azərbaycan ərazisində ermənilərin olduğunu və onların Krım, Şərqi Avropa ərazisinə yayıldığını qeyd etdim. Yaxşı, bu Şərqi Avropaya ermənilər nə cür yayıldı? Artıq qeyd etdiyim kimi İslamı qəbul edilməsindən sonra Albanlar öz hakimiyyətini qorumaq üçün monofizit kilsə olmağına baxmayaraq Bizansdan kömək istədi və Bizans diofizit olduğundan Almanların diofizit kilsə olmasını tələb etdi. Və bundan xəbər tutan, daha doğrusu ermənilərin casusluğu ilə bundan xəbər tutan Ərəb xilafəti Albanları kilsələrini məhv etdi və oranı böyük erməni canişinliyinə çevirdi. Və bu zaman onlar ya ermənilərin içinə girməli idi, ya İslamı qəbul etməli idi, ya da ki, digər bir hissə günümüz Şərqi Avropa ərazisinə və Krım ərazisinə qaçaraq orada yaşamışdı. Elə bu səbəbdən də günümüz Gürcüstan ərazisində 150-200 min Urumların olduğunu görürük. Onların türkcə danışıb xristiyan olduğunu görürük. Lakin bu ermənilər artıq Yunan diofizit kilsəsinə daha yaxındır. Digər hissənin isə Krımda, Polşada, Ukraynada, Latviya, Litviyada ərazisində yaşadığını və saylarının olduqca azaldığını artıq qeyd etdim. Bunun üzərinə nəyi müəyyənləşdirməliyik? Demək, Albanlar. Albanlar qədim türk boyadıdır. Alp sözündəndir. Alplar ölkəsi deməkdir. Və qədim mənbələrdə nə qeyd edilir? Demək, burada 26 dildə danışılır. Burada demək, ən böyük qət edəcəyimiz məsələlərdən biri nədir? Demək, bu Albanlar içində Qarqarlar yaşayır, Kəngərlər yaşayır, Uti türk boyları yaşayır, Sakalar yaşayır, ermənilər yaşayır. Daha sonra mənbələrdə keçən Uti türk boylarını daha sonra günümüz Udinləri ilə eyniləşdiriblər. Lakin bunlar iki fərqli etnik qrupdur. Udinlər günümüzdə var olan fərqli bir etnik qrupdur və Uti adlı türk boy adları da olubdur. Və bu Alban adlarını biz yenə Qazaxıstandan üzü Anadoluya, Qafqaz ərazisində və Cənubi Azərbaycan ərazisində 1000 illər boyu var olmuş bir ad olduğunu görürük. Və Alban sözünü biz həmçinin hansı formada rast gəlirik? Erməni mənbələrində Ağvan olaraq deyilir. Səbəb nədir? Səbəb budur ki, 11-ci əsrə qədər İran dilində L səsi olmayıb, onlar L-nı Q formasında yazıb. Və dolayısıyla Albanı onlar Ağvan formasında yazıb. Və daha sonra həmin Ağvanı da bilərəkdən və ya bilməyərəkdən Ağoğlana çeviriblər. Bugün günümüz Qarabağ ərazisində, Naxçıvan ərazisində olan çoxlu Ağoğlan monastırları var. Həmin o Ağoğlan monastırları əslində Ağvandır. Həmin Ağvan da əslində Fars fonetik yazılımıdır. Əslində Albandır. Və dolayısıyla haşiyə çıxaraq bunu qeyd edim. Çox qəribə olsa da biz Oğuz qalalarını Qız qalasına çevrildiyini görürük. Alban qalalarının isə Ağvan və daha sonra Ağoğlan qalalarına çevrildiyini görürük. Və düşünmək lazımdır ki, burada nə qədər qərəz var və ya bunu bilməyərəkdən edilibdir. Və təbii ki, tarixə baxdıqda heç nəyin təsadüf olmadığını da qeyd etməliyik. Mən artıq Alban adının çox böyük coğrafiya yayılmasından danışdım. Qazaxıstandan üzü Azərbaycana, bütün ərazilərdə olduğunu qeyd etdim. Və indi Albanla bağlı bir neçə məqamada toxunaq. Qeybullayev öz tədqiqatında qeyd edir ki, Alban tayfalarının içində Qarqarlar da var və onlar Qıpçaq türkçəsində danışır. Və biz Akopyanın Albaniya, Aluang, Qədim Yunan, Roma və Qədim Erməni mənbələri adlı kitabında demək Qafqaz ərazisində, Anadolu ərazisində çoxlu kənd adlarının, toponimlərin Qarqar formasında olması haqqında danışdığını görürük. Və mənbələrə baxdıqda görürük ki, Mesrop, Maştatoş gəlir ilk əvvəl ermənilərə yeni bir əlifba düzəldir və Albanlara isə əski Alban yazısına əsaslanaraq bir əlifba düzəltdiyi qeyd olunur. Biz
bu hadisənin 5-ci əsrdə yazıldığını, lakin bizim əlimizə çıxan bu mənbələrin 12-ci əsrdə redaktələrdən sonra əlimizə çıxdığını görürük. Lakin bununla belə bunu günümüz hay erməniləri qərəzli formada yazır və bu rus dilinə tərcümə olunur və rus dilindən daha sonra bizim Sovet dövründə, Alban tarixində, erməni tarixində tarix ədəbiyyat dərsliyi kimi danışıldığını görürük. Lakin daha sonra Firidun Cəlilov və Bəxtiyar Tuncay burada Ağ Xəzər sözünün olduğunu müəyyənləşdirir və beləliklə burada əslində yazılan cümlənin yabanı boğuzuq Ağ Xəzər əlifbasını boğazda danışan qarqar dilinə uyğunlaşdırılması cümləsinin olduğunu müəyyənləşdirirlər. Yəni demək ki, haylar üçün yeni bir əlifba düzəldilir. Albanlar üçün isə demək Ağ Xəzər əlifbası var imiş, onun qarqarlar üçün uyğunlaşdırıldığı məsələsi var. Və bildiyimiz kimi ən böyük iddialardan biri nədir? Albanların demək 52 hərfli bir əlifbası var. Bu məsələni geniş formada Bəxtiyar Tuncay bəy yazıbdır. Müəyyənləşdirir ki, demək buradakı 52 səsli Alban əlifbası deyilən bir əlifba yoxdur. Bu türk runik əlifbasıdır və bir çox əsərdə, bir çox əsər ortaya çıxıb ki, bunlar hamısı Qıpçaq türkçəsində yazılıb və bu Qıpçaq türkçəsi də günümüz Kazaq, Özbək türkçəsindən daha çox bizim günümüz Oğuz türkçəsinə daha yaxın olan türkçədir. Yəni dolayısıyla qeyd olunur Albanlar içərisində 26 danışan boy var. Bunlardan hansısı ola bilər ki, türk etnik qrupundan olmayıb və fərqli yazılıb, lakin Albanların əsas aparıcı qüvvəsi qarqar, Qıpçaqcası danışan türklər olub və bunlar türk runiklərindən istifadə edib. Burada hər hansısa fərqli, göydən düşmə, bizə bəlli olmayan bir əlifbanın olmadığını görürük. Və son olaraq bunu deyim, demək ermənilər Erməniyə ilə Alban arasında bir sünük bölgəsinin olduğundan danışırıq. Əvvəlki biz orta məktəb tarixində bundan danışırdıq. Lakin buranın əslində Qafan Alban məlikliyi olduğunu və bu məlikliyi Babəki satan Cumbatın nəvələrinin idarə etdiyi, daha sonra isə buradan bir hissənin 11-ci, 12-ci əsrdə demək Klikiya köçdüyünü, burada yaşadığını və bunların Avropa, Fransa və Roma papası ilə məhdudlaşdığını, onlardan dəstək istəməsini və bu səbəbdən də katolik inancını qəbul etdiyini və daha sonra bunların bir hissəsinin də yenidən günümüz Qafqaz ərazisinə geri qayıtdığını bilirik. Və bu məktublar Avropa arxivlərində yetərincədir. Yəni bunu biz son 5-10 ildə müəyyənləşdirmişiksə, Avropa demək əsrlərdir Ermən türklərinin, Alban türklərinin türk olduğunu və onların türk dilində Həbəş əlifbası ilə Fransa krallığına, Roma papalığına kömək istədiyi məktublar yazdığını bilir. Bunu biz bilmirik. Və indi bunun üzərinə düşünün ki, tarix nə qədər örtülüb və nə qədər fərqli hala salınıbdır. Və son olaraq bir də qəribə bir paradoksu deyim. Demək, İslamı qəbul edən türklər, Qarahanlı, Ağqoyunlu türkləri Quranı türk dilinə tərcümə etsə də, daha sonraki dönəmdə Səlcuqlu, Səfəvi, Osmanlı, Baburlar İslamı qəbul edib, az-çox türk kimliyini qorusa da, ərəb fars dilində yazmışdı və həyatın qəribə bir ironiyası var. Haylaşan ermənilər, Qıpçaqlar isə haylaşdığı halda demək 11-ci əsrdən 15-16-cı əsrə qədər türk dilində əsərlər yazmışdı. Qəribə bir ironiyadır. Mənə elə gəlir ki, ümumi mövzunu yekunlaşdırsaq yaxşıdır. Belə.